müəyyənləşdirdiniz. Aha. Demək, hansı rolları müəyyənləşdirdiniz? Deyim, mən qeyd edeyim lövhəyə. Hacı Zeynalabdin Tağıyev rolunu. Hacı Zeynalabdin Tağıyev rolunu. Hacı Zeynalabdin Tağıyev. Hə, artıq Zeynəb bilirsə, qalan uşaqlar əyləşsinlər. Buranı da düzəldim. Tağıyev rolunda kimdir Zeynəb? Elşad. Elşad. Hansı qrupun üzvüdür? Nobel qardaşları qrupunun. Axund Əbu Turab rolunu. Kimdir Axund Əbu Turab? Hacı Zeynalabdin Tağıyevin müəllimi olmuşdur. Müəllimi olmuşdur. Axund Əbu Turab. Əbu Turab. Bu rolu kimə həvalə elədiniz? Arif. Arif hansı qrupun nümayəndəsidir, üzvüdür? İnhisarçılar qrupunun. Aha. Başqa? Sona xanım. Sona xanım. Kimdir Sona xanım? Məşhur General-leytenant Balakişi bəy Ərəblinskinin qızı idi. Hacı Zeynalabdin Tağıyevin ikinci həyat yoldaşı idi. Bəli. Sona xanım Ərəblinski. Məhz bunu da qeyd edim ki, əlavə olaraq məşhur aktyor Azərbaycanın ən məşhur aktyorlarından biri olan Hüseyin Ərəblinski məhz bu xanımın şərəfinə öz soyadını dəyişib Ərəblinski soyadını götürmüşdür. Aybəniz bu rolu ifa edəcək. Hansı qrupdandır Aybəniz? Nobel qardaşları qrupundan. Bir də Remarka hissəsini isə çox gözəl. Yəni Zeynəb Remarka hissəsini milyonçular qrupu. Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmə xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeşidir. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. 1870-ci ildə onun artıq 2 qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan möhtəşəm olacaq Tağıyev şirkəti yaradır. Hacı Zeynalabdin Tağıyev çox varlı olmuşdur. Onun Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardır. 19-cu əsrin sonunda Tağıyevin şəxsi həyatında dəyişikliklər baş verir. 1896-cı il iyunun 28-də o Dərbənddə 1881-ci il təvəllüdlü Sona xanım Ərəblinskaya ilə evlənir. Ağıllı və təhsil görmüş bu qadın o zamanlar Tağıyevin təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi bütün xeyriyyə işlərinin təşəbbüskarı idi. Sona xanım məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı idi. Hacı yazı pozu bilməzdi, imza atmağı güclə öyrənmişdi. Rusca G, Z, A, T hərflərini bir təhər yazıb 9 dənə düz xət çəkərdi. Lakin buna baxmayaraq Fars, Türk, Ərəb, Fransız və Rus dillərində çıxan qəzet və jurnallarla gündəlik tanış olardı. Şərq dillərində olan qəzetləri Mirzə Sadıq oxuyar, Avropa dillərində olan qəzet və jurnalları isə Müsyo Kadisi tərcümə edib Hacıya çatdırardı. Bir gün Tağıyev öz müəllimi Əbu Turabı Quran oxumaq üçün dəvət etdi. Xoş gəlsin, axın. Buyur əyləş. Hacı, bu mübarək kitabdan surələrin təfsirini sizə ərz etmək istərdim. Yasin surəsində 80-ci ayədə belə yazılır. Allah bir şeyə irad edərsə, ona ol deyər, o da dərhal olar. Axın, sənə böyük hörmətim var. Bilirsən ki, mənim belə çox var-dövlətim var. Allah istəsə, onu bir an içərisində əlindən alar. Bəli, hər şey varlığını da bir anda dilənçə çevirə bilən Allahın əlindədir. Çox sağ olasın. Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nərman Nərmanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O, özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin o vaxt önəm verməsə də, hər şey əlindən alınandan sonra uzaq görən kişinin sözlərini xatırlamamış deyildi. Bir gün Hacı Mərdəkandakı bağ evində oturub dərin xəyallara dalmışdı. Hacı, nə olub? Niyə belə qəmli oturmuşsan? Dinlə gəldi, gedərdi. Hacı, sənin bu günümüz üçün pis olmağına heç bir səbəbin yoxdur. Sən xalqın üçün, millətin üçün çox şey etmiş bir adamsan. Sənə bir çay gətirir. Otur xanım, bir nəsiyyətim var. Nəsiyyətim belədir ki, məni Axundun ayaqları altında bastırsın. Niyə də deyirsən, Hacı? Çünki Axundun ayağının bildiyini mənim başım bilmir. Heydər Əliyev fondunun rəhbəri millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Mərdəkanda böyük mesenatın və qızı Sara xanımın uyuduğu görkəmli din xadimi Axund Əbuturabın məqbərəsi bütövlükdə Pir Həsən ziyarətgahı əsaslı şəkildə yenidən quruldu. Hacının qəbrüstü abidəsi vaxtilə təsisçisi və banisi olduğu Bağçılıq məktəbinin ərazisi abadlaşdırıldı. Həmçinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncamı ilə əsaslı şəkildə təmir edilmiş və vaxtilə Hacının şəxsi malikanəsi olmuş Milli Azərbaycan Tarixi Muzeyinin tərkibində Hacı Zeynalabdin Tağıyevin ev muzeyi də yaradıldı. Allah bu böyük insana rəhmət eləsin. Bu qrup tamaşanı rolları ifadələri almışdıyaq. İndi isə demək bu şagirdlərin bu obrazları belə gözəl canlandırdığı üçün mən qısa şəkildə onun qiymətləndirməni aparmaq istəyərdim ki, demək, hər üç qrupun nümayəndələri gördüyünüz kimi həm Nobel qardaşlarının, həm İnhisarçılar qrupu, həm də Milyonçular qrupunun nümayəndələri, burada üzvləri burada iştirak elədi bu səhnənin aparılmasında. Ona görə də hər bir qrupu 5 balla qiymətləndiririk. Və burada yaddan çıxan ikinci tapşırığımızda qiymətləndirməni aparmadıq. İstəyirsiniz, vaxtımız varkən onu da aparaq. Milyonçular qrupunda yeni biliklərin mənimsənilməsini yaxşı hesab edirik. Əməkdaşlıq o qədər də yaxşı deyildi yenə. Tədqiqat aparma demək yaxşı idi, təqdim etmək yaxşı idi. İnhisarçılar qrupunun təqdimatı haqqında deyim çox zəif idi. Biraz Aysel həyəcanlandı, üç qiymətlə qiymətləndir, ancaq məlumatlar var idi, yaxşı idi, əməkdaşlıq da pis deyildi, tədqiqat aparılmışdır. Burada Nobel qardaşlarının da şərti olaraq demək, əməkdaşlığını da müsbət qiymətləndiririk, tədqiqat aparmanı da, təqdim etməni də. Yekunda artıq bura qeyd edək. Yekunda hər üç qrup 5 qiymətlə qiymətləndirilir. 3 meyar üzrə qiymətləndiririk, həm rollar, bir də 2 tapşırıq. Uşaqlara bu açıq dərsin hazırlanmasında bu qədər əziyyət çəkdilər. Təqdimatların aparılması, müzakirələr, müəyyən məlumatların toplanması, ona görə də öz adımdan sizə təşəkkür edirəm. O cümlədən də burada Göygöl rayon təhsil şöbəsinin nümayəndələri də əyləşibdilər, bizim müəllimlər də burada, məktəb rəhbəri də əyləşibdir. Hamımız öz minnətdarlığımızı bildiririk, həm sinif adından, həm sinif rəhbəri adından, həm öz adından sizə dərin təşəkkürümüzü bildiririk ki, vaxtınızı belə deyək, ayırıb, gəlib bizim bu açıq dərsimizi dinlədik. Sağ olun. Uşaqlar, tənəffüs edin. Müəllimlər, müəllim açıq dərsini dinlədik və həqiqətən də məktəb rəhbəri ilə də aşağıda görüşdük və çox təqdirə layiq haldır ki, bu məktəbdə bütün müəllimlərin hər birinin açıq dərsi qoyulur. Bu özü-özlüyündə həqiqətən də çox sevindirici haldır və çox bəyəndik bu addımı. Hər bir müəllim dövrün zamanın tələblərinə uyğun olaraq təbii ki, öz üzərində çalışmalıdır, yeni təlim metodlarını öyrənməlidir və öyrənməklə yanaşı onu tətbiq etməlidir. Bilirsiniz, artıq 1-ci sinifdən 5-ci sinifə qədər olan bütün siniflərdə artıq milli kurikulumlar tətbiq olunur və
bu dərslərin qoyuluşu, bu dərslərin keçirilməsi sırf o siniflərdə bu cür aparılır və çox tədbirə layiq haldır ki, bizim yuxarı sinifdə olan müəllimlərimiz də özlərində çalışırlar və dərsin qoyuluşunu o ənənəvi keçmiş metodlarla yox, daha yeni üsullarla şagirdləri təhsilə cəlb etmək üçün, təhsilə daha da maraqlandırmaq üçün məhz bu üsullardan istifadə edirlər. Təbii ki, bu tədbirə layiq haldır. Dərsin qoyuluşu, motivasiyanın yaranması, sonra fənlər arası inteqrasiyanın olması dərsin ilkin mərhələsində çox xoşuma gəldi. Qrupların təşkil olunması və qrupların adının seçilməsi də mənim diqqətimi çəkdi. Çünki bəzən olur ki, qruplar şərti olaraq özləri istənilən ad seçirlər, ancaq mövzuya aid qrupların adlar seçməsi də mənim xoşuma gəldi. Qruplarda əməkdaşlıq yaxşı idi və şagirdlər hər hansı bir tapşırığı müzakirə edirdilər və lakin bir təklif edərdim ki, o təqdimat zamanı hər qrupun üzvləri hər dəfə təqdimatı başqa bir üzvləri eləsə məncə daha yaxşı olardı. Çünki gələcəkdə o şagirdlər bilirsiniz də, biz müasir cəmiyyətə savadlı, bilikli, şəxsiyyət yönümlü şəxslər hazırlayırıq. Buna görə məhz indidən onlarda o liderlik qabiliyyətini aşılamaq üçün bir qrupda bir kapitan seçib onu da hər dəfə ora çıxartmaq məncə o qədər də məqsədə uyğun deyil. Təklif edərdim ki, hər dəfə təqdimat olanda qrupun digər bir üzvləri o qrupu edərdi. Şagirdlərin demək, tapşırıqları, o müzakirələr etməyi, bir mövzu ətrafında onlara verilən tapşırıqları, hamısının öz fikirlərini verməsi və eyni zamanda bir qrupdan digər bir qrupun tədqiqatına hər hansı bir təkliflərin verilməsi də yəni uşaqlar arasında olan o ünsiyyətin çox yaxşı dəyərləndirilən qiymətləndirilmə aparıldı və qiymətləndirmə də müəllim çox diqqətlə izləyirdi və mənə elə gəlir ki, qiymətləndirməni də düzgün yerinə yetirdi. Və təklif edərdim ki, gələcəkdə açıq dərs müəllim, açıq dərs təşkil edən zaman və Elnur müəllim ola bilər, bəlkə də hazırlanmışdı, ancaq diqqətindən qaçdı. Dərsin demək, gündəliyini və icmalını mütləq açıq dərsdə iştirak edən müəllimlərə vermək lazımdır ki, deyiləm də ola bilər hazırlanmışdı, amma diqqətimizdən qaçdı, sizdə yox edir. Çünki oturan şəxs bilməlidir ki, müəllim hansı üsulu seçib və qarşısına hansı məqsədi qoyub. Sonunda o məqsədə çatdı, ya çatmadı. Yəni bu çox önəmli halda, ancaq bizim stolda yox idi, ancaq qoyubsunuz. Təbii ki, o irad kimi qəbul olunmasın. Ümumilikdə yaxşı qiymətləndirilir. Çox sağ olun. Sağ olun. Zülfiyyə müəllimə Hörmətli müəllimlər, eyni sözləri mən də təkrar etmək istəmirəm. Elnur müəllimin apardığı dərs məni qane etdi. Mən istərdim ki, bu açıq dərslər məktəbdə bütün müəllimlər arasında aparılsın. Bir də dərsləriniz həmişə eyni sistemdə keçilsin. Bax, bugünkü kimi. Mən müəllimlərin qabiliyyəti baxacaqdır, amma biz ucdan tutma belə deyək, hamını cəlb eləmişik. Hamı aparır, açıq dərs, Yaxşıdır. bu yaxşı bir addımdır, biz atmışıq. Gələn ildən bu il istəmirəm, ancaq düşmüşük, bu ənənə davam edəcək. Gələn ildən də istəyirik ki, Elnur müəllim, fən aylıqları keçirdək. Yəni onu da yüksək səviyyədə, elm belə yox. Ona görə sağlıq olsun. Amma bütün müəllimlərimiz cəlb olunur. Hamısının açıq dərsi var. İndi demirəm ki, hamısı yüksək səviyyədə keçir. Hərənin öz qabiliyyəti var, hərənin öz üsulu var, hərənin öz bacarığı var. Belə keçirmirik. Siz narahat olun.